Namaza necə başlamışam adlı vlog çəkirəm. Burada da səhər namazın yoldaşımla qılıram. Hər ikimiz. Allah hamının namazını qəbul eləsin. Hər kəsə salam. Bəlkəsin necə olubdu, necə başlamışam qılmağa, onu danışmağa. Deməli 2022-ci ildə mən mamam gilə getmişdim. 2019 evlənmişəm. 2022-ci ildə mamam gilə qonaq getmişdim. O ərəfədə Qədir gecəsinə denk gəlmişdi. Yəni təsadüf eləmişdi. Hə. Mən də həmişə Qədir gecəsinə qalırdım oyaq. Amma ki namaz qılmırdım da. Namaz qılmayaraq, dua eləyərək belə oyaq qalırdım. Amma uşaqlığımda namaz qılmışam. Mamam namaz qılıbdı. Elə burada qalmışıq. Bir otaqlı evdə yaşamışıq. Hə, yəni uşaqlığım da bu evdə keçibdi. Mamam namaz qılanda qardaşım mən dəsmal sərirdi yerə. Mamamın yanında biz də hərəkətlərini eləyirdik, amma sözlərini bilmirdik. Yəni belə hərəkətlərindən bilirdim, sözlərini bilmirdim. Yəni qılırdıq belə. Bu arada çox soruşun olmuşdu. Ailədə neçə nəfərsiz? Bir qardaşım var, bir bacım var. 3 uşağıq, bir qardaşım, bir bacım var. Belə deyim, məndən əlavə. Allah hamısına can sağlığı versin, bütün bacılara, qardaşlara. Allah. Hə, sözümüzə keçək. Və Qədir gecəsinə mamama dedim ki, mama, bəs mən namaz qılmaq istəyirəm da. Elə ki, oturduğum yerdə belə beynimə düşdü ki, mən niyə namaz qılmıram? Hə. Yəni qəribə bir şey. Elə ürəyim istədi ki, namaz qılım da. Namaza başlayayım, namaz qılım. Hə. Ən əsas da istəyirdim ki, nəsə Qədir gecəsinə mənə namaz qılam. Həvəsliyirdim, hep ki həvəsim vardı qılmağa. Və ondan sonra mamam elə örgətdi, sözlərim falan. Oturdum əzbərlədim, elə Qədir gecəsi axşamı. Ondan sonra, örgənəndən sonra zaten bilirdim surələri. Yəni Fatihə, İxlas, bunları bilirdim. Bir dənə bilmədiyim Ət-Təhiyyat idi. Hə, все, bunları, yəni bu il, bunda idi biraz çətinlik çəkdiyim. Qalan bütün surələri bilirdim özüm. Örgənmişdim, oxuyurdum həmişə. Hə. Baxdım, yəni mamam örgətdi, başladım qılmağa. Ondan bu yana, indi 2026-dır, hər də qılıram. Düzdür, arada ara vermişəm. Dəriyə hamilə olanda, Pərişə hamilə olanda, belə ağıraşandan sonra da qıla bilməmişəm. Haycan. Hə, sonra yəni bu təzə doğulandan sonra bir müddət qıla bilməmişəm. 1 ay, 2 ayda, 2 ay falan belə qılanmamışam. Amma sonra şükür Allaha başlamışam. Və indi də Allahın izni ilə qılıram. Allah qılmayandan hər birinə qismət eləsin namaz qılmağı. Amma çox özəl, gözəl duyğudur o namaz qılmaq. Başım ağrısa belə, gedim dəstəmaz alım, gəlim namaz qılmağa, ağrımı belə unduram belə deyək, namaz qılanda. O qədər ürəyim sevinir, xoşbəxt olan ki, namaz qılanda. Bax, indi durub inşallah ilkindi qılacam, Allah qoysa. Hə, günorta qılmışam, qalıb ilkindi. Hə, yəni namaz qılmaq çox super bir şeydir. Məndə belə olub, belə baş verib, yəni Qədir gecəsinə denk gəlibdir mən namaz qılmaq istəməyim. Hə. Allah hamıya qismət eləsin. Burada da bugün bişirmişəm. Bunu çoxdan yox, bugün bişirdim bunu. İnan Allah, o qədər yorğunam ki, o qədər yorğunam. Mən düşündüm ki, bu nədir? Elə belə şeydir də. Amma ki, yox. Amma bu xəmir, bunu bişirmək o qədər çətindir ki, o qədər vaxtımı aldı. 3 saatim hardasa buna getdi. Bişirmək. Amma belə YouTube'a baxdım ki, nə qəşəng hamısını pişir, amma çox çətin oldu. Bunu mən boranlı bişirirdik, mamamla köməkçi bişirirdik. Mamam gedib həmişə pişirmişəm bundan. Mamam yayıb, mən üçün doldurub, hə büküb qoymuşam ora, pişirdi. Amma burada artıq dəriyə çıxdı stola. Xəmirləri qarışdırır, hətta burada xəmir yeyir, belə çəkmişəm. İndiyəsiz bu uşaq nəyə stola çıxır, o bir səhər görüb çıxdığın örgəşirdi. Bunu da saxlaya bilmirəm, bu da çıxır arada. Deməli, Dəriya iş başındadır. Neynirsən? Ay Allah, xamır yeyir.
Vallahi xamır yeyir, xəmir yeyir. Ay qız, buna bax, təzə geyindirmişəm. Bax, az. Olmaz. Olmaz, mən heç bir uşağım xəmir yeməyib. Bu kim oxşuyub? Dərya, düşürə. Baba. Dərya, düş, Dərya, düş. Yiyərəm, sən Dərya, mən də səni yiyərəm. Hə, silsi. Baxmağa vurma ora. Gözü gör. Hə. Barmağa vurma da, vurma. Sus. Oyna nay ni 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 nay ni 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 nay ni ni ni. İndi izləyicilər yazacaq ki, uşaq çıxıb stola. Hə, elə yazacaqlar, düşürə. Düş. Düş yerdə oyna. Dərya çıxıb stola. Nay ni 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 nay ni 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 nay ni 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 dəl oldu. Fəriş də orada özünü silir, təmizləyir. İnci hazırdır, əynini də dəyişibdir. Artıq mənə mamasına kömək eləməyə hazırdır. Fəriş, sən də gəl tez. Tez gəl, dur İncinin yanında. Niyə sənə su gətirir? Olsun, mən ora kesəcəm indi. Fəriş, mənə bax, Fəriş. Ay Allah, baldır, bal, maşallah, maşallah. Maşallah. Və Dərya da hazırdır. Dərya, sən də dur burada. Bu da hazırdır. Hə, indi başlayaq qızım şey eləməyə. Ay Allah, bax Dərya gedir. Hə, bir də onu deyim ki, bir izləyicimiz yazmışdı ki, özü haqqında məlumat verin. Elə vlog çəkin. Özüm haqqımda 2 dəfə məlumat verərək vlog çəkmişəm. Onun üçün, yəni, sıxıcı gələr insanlara eyni şeylər qulaq asmaqdan. Ona görə elə bu vlogda deyəcəm. Məni ilk tanıyanlar, bu videoya baxanlar, adım Ləman, 27 yaşım var. Əkizlər Bürcüyəm. Ondan sonra evin tək uşağı deyiləm, yox. 3 uşağıq. Bir qardaşım, bir bacım məndən əlavə var. Ondan sonra nə qaldı? Namaz qılıram. 3 dənə uşağım var. Belə. Bir də onu deyim, nədən xoşum gəlmir? Yalancı insanlardan xoşum gəlmir. Yalan danışan insanlardan xoşum gəlmir. Dürüst olmaq məncə yaxşıdır və yalan danışan insanlarla baxıram, əlaqə kəsirəm. Belə onu da deyim, məsələn, mən nə varsa o yanımda, yəni yalanla nəsə danışım. Mən hətta istəsəm belə evi təmizləyərəm, təzədən vlog çəkərəm, yalanla evi təzədən süpürərəm, silərəm, adımı da qoyaram təmizkar. Eləyərəm də, yəni o hər şey mənim əlimdədir. Göydallah yerdə mənim əlimdədir, istəsəm eləyərəm. Ya qabları yuvaram, təzədən təmiz iskanları içinə tökərəm, elə çay töküb təzədən qoyaram ya təmizdən. Qızlar, gəlin qəşəng qabı yuyaq. Biraz ortalıq dağılıb. Mama nə deyirəm? Yürürəm. Sizə mən də eləyə bilərəm. Sadəcə eləmirəm. Bir söz niyə? Onda mən elə gəl ki, o suyunu çıxır. Evi oturum təmizləyim, təzədən oturum təmizləyim. Mənlik deyirəm. Nə varsa odur. O türklər demişkən, doğal halı ilə. Bizdə nə deyilir o? Təbii də, təbii halınla. Nə var odur? İstəyirsiniz pinti deyin, istəyirsiniz nə deyirsiniz deyin. Mən onu maraqlandırmır. Bir də o aydınlıq gətirmək istəyirəm. Bu sözün pis şərh yazanlara aiddir. Yazılar pintisən, nə bilim nəsən, evin nə gündədir, nə bilim nə. Vallah billah, mənim canım ağrıyanda mənim gözümə ev eşik düşmür. Yəni yadıma düşmür. Mənim gözümə görsənmir ev eşik. Əsas mənim uşaqlarımın canının sağlığıdır.
İş haçaq desən var və bitmir. Mən məsəl üçün duram ayağa, mən saat arası bir altdan duram ayağa, yatmıram. Çox nadir hal olar ki, mən yataram saat 9, uzağı ən tez, ən gec dursam da 9-da. O da ki, o da elə dəvə oynayanda qar yağar, o məsələ. Yəni xatırlamıram. Hə, subay vaxtı yatırdım, saat 10-a yatırdım. Telefonda idi. Risk yadıma düşdüm. Amma yox, evlənəndən sonra çox təəssüf ki, yatmıram. Yoldaşımı işə yola salıram. İstəyirəm biraz uzanam. Uşaqlar bir-bir durur. Saat 7-yə, 8-ə dururlar. Ondan sonra da başlayıram ev işi. Əslində duran kimi tez evi yığışdırıram. Süpürürəm, silirəm. Dəriyə deyim də dəriyə. Dur da dur. Yəni oyanan kimi evin işlərini görürəm, eləyirəm. Uşaqları yedizir. Prosta mən inan Allaha, qadımdan çıxır çəkiliş eləmək. Yəni belə risk ayılam ki, ev işini qutarmışam, amma mən çəkmədim axı, çəkib göstərmədim axı. Bilmirəm, tripod məni bezdir, ayağıma dolaşır, bir otaqda yekəli tripod. Bezdir də mənə, belə deyək. Ona görə əlində də belə çəkəndə çox yazır ki, şeydir, dəvərdirsən, yellənir, buna çəkilişdir filan. Aycan, elə eləyirlər, ona görə həvəsim ölür biraz. Sonra ağlıma gəlir ki, gün orta ağlıma gəlir ki, mən sabah vlogu çəkəcəkdim. Sabahdan gün ərzinə başlayıb çəkəcəkdim. Elə olur, fikirləşirəm ki, ay Allah, süpürsil, qabuyu, nə qədər eyni şey çəkərəm mən. Özüm yoruluram, elə biləm, hamı beziyir də eyni şeylərdən. Ona görə istəyirəm, fərqli bir şey çəkərəm. Məsəl üçün, bu günlərim sırf çəkiliş üçün demək olar ki, mən bunu bişirdim, hazırladım ki, nəsə maraqlı bir şey olsun da. Nəsə yemək bir şey də olsun arada, insanlar sıxılmasın. Mən belə başa düşürəm ki, məndə bir otaqda, ona görə belə çox da maraqlı kadrlar olmur. Allah hamıya ev qismət etsin. İnşallah amma evim olsa, məsəl üçün bir gün təmizlik vlogu çəkərəmsə, bir gün yemək çəkərəm. O birisi gün uşaqları gəzməyə apararam. Yaxşı imkanım olsa gəzmək vlog eləyərəm. Nə bilim, elə yana fərqli belə videolar çıxartmaq olar da. Amma bir otaqdır, eyni şey, süpürsil, təmizə. Qalmışam evləyinə Allaha ki, neyniyim? Nə çəkim mən? Bax, çox sağ olsun. Bugün, dünəndən dedi ki, biri dedi ki, namaz qılmaq haqqında danışdı. Yəni, necə başlamsan namaz qılmağa. Bax, o çəkdim. Çox sağ olsun. Bu videonun altında sual-cavab vloqlarda sual versəz, çoxlu suallar gəlsə, elə təzədən sual-cavab vloqlarda eləyə bilərəm. Yəni, günlük belə vloqlarınızda sual-cavab vloqda eləyə bilərəm. Dəyərli izləyicilərim, bir də ki, çox xahiş edirəm, bu videoyu axıracan baxsaz sevinərəm. Sonra nə deyim? Bir də saatımı soruşamamışdı. 3600 saatlıyam. Bir yaxdan 200-300 saat birdən artırsa, indi 1 saat, 2 saat artır. Bəlkə də o görə məyus olmuşam, düşmüşəm, nə bilim, həvəsdən düşmüşəm, bilmirəm. Yağın ki, yenə artar, yenə qalxar, Allah qoysa, canlı yaymasın, inşallah bəlkə də qalxdı, yenə artdı. Yəni, məndə hallar belədir, beləyəm, hələ ki, yaxşı olar inşallah. Ümidsizliyə də düşmək istəmirəm. Əgər o deyir, su gələn arxa bir də gələr. İnşallah ki, yenə qalxaram. Çox-çox xahiş edirəm. Bu videodan mənə izləyən varsa, nə olar, abunə olun, dəstək bəyənin. Orada var, yadda saxlayın, basmaq. Bağlantıyı kopyalasaz çox sevinərəm. Bəlkə elə bu videonu elə sizin sayənizdə, yaxşı insanların sayəsində qatdım. Elə istəyirəm ki, nə olar, bir videoma çoxlu bir 100.000, 200.000 baxış gəlsə, o qədər sevinərəm inan Allaha. O, hər birimizin əlindədir. Bu videoya axıracan baxsaz, bağlantını kopyalasaz, o var, ox var. Prosta mən bura göstərə bilmirəm. Əlavə telefonum olsa, o da kapkuta girmir ki, burada redaktazad eləyəm. Qızır deyənə, qızır özü atır kapkutdan. Bir də istəyirəm ki, inşallah. Deyirəm, telefonu alacam. Baxıram ki, telefon almaq, nə bilim. Amma planşet, ürəyim planşet istəyir. Samsung Galaxy S24-ü biraz araşdırmışam və dəyərli bacılarımdan dedilər ki, yaxşı məsləhətli telefon deyil də, yəni.
Hə, ona görə ev ki soymuşdum amma telefondan biraz da soydum. Hə. Yəni İrşada da getmişdim bu arada. Baxdım, getdim telefonlara baxdım. Od qiymətinə. Ağzım ağrır gəlmişəm. Belə deyim. Ki mən məsəl üçün burdan əgər çoxlu qazansam, gedib götürərəm birinin telefonunu. Kreditlə baxaram ən ucuzun. Çünki mən bu dəqiqə istəyirəm ki, evim olsun da telefon çox da şey deyil. Telefonu görkəminə görə istəyirdim. Prosta baxıram ki, telefon iPhone-la hələ şükür hələ ki heç bir şey olmayıb, hələ çəkirəm. Nə bilim təmizləmişəm, işıq deyib buna işıq qoşmuşam, eləmişəm, mikrofon qoşmuşam. Hələ ki belə zaletqan çıxmır. Belə bir ki, gətirəm, taxıram. Zaletkaya biraz yığır, çəkirəm, param qoyuram. Zərər yoxdur, yəni. Hələ ki işimi görür, əsas odur ki, xarab olmasın, Allahdan istəmişəm. Hə. Amma bu dəqiqə istəyirəm ki, planşetim olsun. Planşetim olsa, editləri yaxşı eləyə bilərəm. iPhone dəhşət qızır, Capcutda çox dəhşət qızır ha. Belə necə deyim, yumurta açsın pişər belə. İstəyirəm planşet alam. Həm planşet baxıram ucuzu inşallah ki, planşet alsam, vlogları necə çəkirəm göstərə də bilərəm. Maraqlı olar məncə. Və bir şey də bir çox şeylər də burada başa sala bilərəm məncə sizlərə. Göstərə bilərəm, nə necə elənilir, necə olur, hamısını göstərə bilərəm. Hə. Yəni fikrimdə planşet almaqda Allah qoysa Allah qismət eləsin, olsun. Həm də indi deyəsiniz ki, sən nə çox arzulanıb. Uşaqlıqda nə xoşum gəldi planşetdən. Prosta planşeti necə deyim, hər yana aparmaq olmurdu deyənə o vaxtda. Yəni ya telefon olmalıdı, ya planşet, onun biri olmalıydı. Yəni ömrümdə planşetim olmayıb, amma istəyirəm olsun. İnşallah ki olar, Allah qoysa. Olsa mən bir dənə elə bir ki vloglarımı necə deyim, edit eləməkdən ötürü istəyirəm çoxsu. Ki vloglarımı edit eləyim, rahat olsun editim. Çünki bu telefonda qallamayız zulumda. Şeydə rozetkada da nə qədər edit eləyər. Telefon qızır eləyir. Bir də görsən atır çıxır. Onun üçün burada uşaqlar məni hissləndirdi. Ay Allah, qoy burasını kəsim. Hə, burada da aparıb qoyuram tufliyə bişir. Və burada da biraz qızardığını göstərirəm. İndi burada hazırdır artıq. Bu niyə belə düşür? Всё.